təyin oblastını tap. Baxın, gəlin tapaq. F(x)-in təyin oblastının bu olmağı nə deməkdir? Təyin oblast nəyini ala biləcəyi qiymətdir? X-in. Yəni, siz mənə demək istəyirsiniz ki, bunun x-i -1 ilə 2 arasındadır. İndi mən nə ifadəsini almaq istəyirəm? X kvadratı minus 1-in təyin oblastı. Onda götürürəm x kvadratı çıx 1-i. Aralıqda təyin oblastı yer dəyişməsi necə olur? Bax, bu düstura əsasən yerini dəyişir o ədədlər. İndi gəlin görək nə qədər yerini dəyişir. -1-2 parçasında götürürəm. Hər tərəfinə 1 əlavə etsəm, bura 3, bura 0. Bəs bu bərabərsizliyi necə həll edirsiniz? Yazırsınız modulda x, kök alsanız. Bu tərəfində olacaq kökdə 3, bu tərəfində olacaq nə? 0. Modul zaten hər zaman 0-dan böyük bərabərdir. Onu həll etməyimizə ehtiyac yoxdur. Amma digər tərəfdən modul x kiçik üçün həlli. Modul x kiçik üçün həlli nədir? -3, kök altda 3, müsbət kök altda 3 parçasıdır.